məktəbi dostlar və məni izləyən valideynlər. Deməli, biz bugün Mübariz mətnini oxuyacağıq və suallara cavab verəcəyik. Artıq siz şəkildən də görürsünüz ki, biz Mübariz İbrahimovla danışırıq. Mübariz İbrahimov haqqında hər birinizin əminəm ki, ətraflı şəkildə məlumatınız var ki, o milli qəhrəmandır. Gəlin mətnimizi oxuyaq, lazım gəldikdə əlavə məlumatlara da yer verəcəyik. 2010-cu ilin qızmar yay günləri idi. Mübariz hərbi hissədə düşmənlə üzbəüz səngərdə durmuşdu. Üzünü işğal olunmuş kəndlərə tutub, saatlarla seyr edir, qəlbi odsuz ocaqsız yanırdı. Düşmən xanimanları viran qoymuş, yüz minlərlə insanı yurd yuvasından didərgin salmışdı. Xaniman, yəni uşaqlar, deyir, düşmən xanimanları viran qoymuşdu, yəni evləri, yaşayış yerlərini deməkdir. Yüz minlərlə insanı yurd yuvasından didərgin salmışdı. Hələ bu azmış kimi gəlib torpaqlarımızda səngər qurmuşdu. Mübarizi yandıran da elə bu idi. O, gündüzlər bu hala birtəhər dözürdü. Dostları ilə, əskərləri ilə başı qarışırdı. Amma gecə düşəndə illah da səngərdə olanda dünya başına fırlanırdı. Uşaqlar, illah sözü ərəb dilindən keçmiş bir ədatdır bizə. Yəni illah da, yəni xüsusilə deməyim, ədatdır çünki ən çox da, lap çox da deməkdir. Yəni ən çox da səngərdə olanda dünya başına fırlanırdı. Yəni daha çox, ən çox mənasında. Deyir, məsələn, ən çox gecələr əsəbləşirəm. İllah da gecələr əsəbləşir, dünya başına fırlanırdı. Ona elə gəlirdi ki, Xocalı hadisəsi elə indicə baş verir. Qulağına vay-şivən səsləri gəlirdi. Telejurnalist Çingiz Mustafayevin Xocalı faciəsindən çəkdiyi görüntülər gözləri önündən getmirdi. Qəhrəman jurnalistin hönkürtüsü, çək deyən ağlar səsi qulaqlarında cingildəyirdi. Yox, yetər daha, bu mənfurların dərsini vermək lazımdır. Dərəni xəlvət görüb, bəy olmaq istəyənlər gərək bilsinlər ki, bu dərələrin yiyəsi var, bəyi var. Bu səngəri aşıb 70 metr o tərəfə atlaya bilsə, düşmənin səngərində olacaqdır. Çətinə o səngərə salamat çatmaqdır. Ölməyə nə var? Başını səngərdən qaldır, tuş gələcəksən snayper gülləsinə. Snayperdə uşaqlar, yəni belə deyim sizə, uzaqdakı bir insanı, bir əşyanı yaxınlaşdırıb, yəni hədəf ala bilir. Snayperlə daha dəqiq görürlər uzaqdakı birini, uzaqdakı bir əşyanı və s. Bu səngərə aşıb, buranı oxuduq, snayper gülləsinə. Bu, canına qəsd etmək kimi bir iş olardı. O isə qazilik edib, şəhidlik şərbətini başına çəkmək istəyirdi. Yəni, o istəyirdi ki, elə başını səngərdən çıxardın, bəli, düşmən sənə başından vurdu, elə bir ki, sanki o düşünürdü ki, bu zaman elə-belə öləcəkdir. O elə düşünürdü. Ona görə də istəyirdi ki, yəni düşmənin üzərinə öləcəksə belə, düşmənin üzərinə hücum eləyib ölsün. Uşaqlar fikir verdinizsə, burada yazılıb ki, qazilik edib şəhidlik şərbətinin için. Qazi sözü də ərəb sözdür və döyüşdə qalib gələn, zəfər çalan və ya döyüşdə iştirak edən mənasında nəzərdə tutulub. Gəlin baxaq, deyir, altından xətt çəkilmiş ifadə hansı atalar sözü ilə əlaqədardır? Altından xətt çəkilmiş ifadə deyir ki, dərəni xəlvət görüb, bəy olmaq istəyənlər. Deməli, uşaqlar, bu atalar sözü dərə xəlvət, tülkü bəy atalar sözü ilə əlaqədardır. Yəni, bunu uşaqlar belə də başa düşə bilərsiniz ki, burada onu izah eləməyə çalışır ki, düşmənlər sanki ortalığı boş görüb, bəy olmaq könlünə düşürlər. Yəni, halbuki onlar bilmirlər ki də,
qarşı tərəfin əsgərləri qorxmazdı, igiddi. Yəni heç bir dələni, heç bir yurdu buraxmayıblar. Gün gələcək o yurdu, o vətəni, o torpaqları geri almaq üçün canlarından keçəcəklər. Oxuduğunuz hissədəki sonuncu cümləni izah edin. O isə qazilik edib şəhidlik şərbətini başına çəkmək istəyirdi. Deməli uşaqlar, qazi dediyim biraz əvvəl, qazi düşmənə qarşı döyüşdə qəhrəmanlıq göstərən adama deyilir. O isə qazilik edib şəhidlik şərbətini başına çəkmək istəyirdi. Cümləsinin izahı da demək olar ki, bununla əlaqədardır ki, o istəyirdi ki, düşmənlə döyüşüb, qəhrəmanlıq göstərib şəhid olsun. Şəhid olmaq bilirsiniz ki, vətəni uğrunda canından keçmək deməkdir. Yəni 44 günlük müharibədə gördünüz ki, vətən uğrunda döyüşüb can verən əsgərlərimiz şəhidlik zirvəsinə ucaldılar. Yəni Mübariz İbrahimov da qəhrəman olmaq istəyirdi. Amma qəhrəmanlar ölməkdən qorxmurlar. Təsadüfi ölümdən qorxurlar. Onlar istəyirlər ki, məsəl üçün bir elə-belə snayper gülləsinə tuş gəlib ölməsinlər. Onlar istəyirlər ki, düşmənlə üz-üzə gəlib, mübarizə edib, döyüşüb, döyüşdə dünyasını dəyişsinlər. Səbirsizliklə axşamın düşməsini gözləyirdi. Fikirləşdi ki, valideynlərinə məktub yazsın. Bir parça kağız tapıb yazmağa başladı. Canım, atam və anam, məndən ötürü darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azı ürəyim sərinlik tapar. Şəhid olunadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. Artıq gecə saat 12-nin yarısı idi. Uşaqlar görürsünüz, o məktubunda artıq şəhid olmağı öz qarşısına məqsəd qoymuşdu. Artıq gecə saat 12-nin yarısı idi. Xəlvətcə silahlandı. Azərbaycan bayrağını götürüb səngərdən çıxdı. Fikirləşirdi ki, tək minaya düşməsin. Təsadüfi ölüm onun arzusunu gözündə qoyardı. Bəli, o minaya da düşmək istəmirdi. İstəyirdi ki, gedib düşməndən ən azından düşmənlərdən bir neçəsini öldürsün və ən azından bir balaca qəlbən rahatlıq tapsın. Çünki o düşmənin torpaqlarımızda olduğunu gördükcə səngərdən Xocaldakı insanların ah naləsi, səs-küyü onun qulağında idi. Addımlarını inamla atırdı. Elə bil gözə görünməz bir qüvvə onu minalanmış sahədən salamat keçirirdi. Susuzluqdan yanan kol-kosa tez-tez rast gəldiyi xırda təpəciklərə sinə-sinə gedirdi. Sinə-sinə getmək uşaqlar, yəni təmkinlə, sinəsini qabağa verərək, qürurla irəliləmək mənasındadır. Düşmən səngəri lap yaxınlıqda idi. 10-15 addımla irəli sürünüb, düşmən səngərinə atıldı. 22 ilin qəzəbi, nifrəti qollarına toplanmışdı. Səs olmasın deyə avtomatı işə salmadı. İlk qarşısına çıxan 6 nəfəri döyüş bıçağı ilə məhv etdi. Can vətən deyib Azərbaycan bayrağını torpağa sancdı və səngərdən çıxdı. Fikir düşmənin kazarmasına girib əskərlərin arasında çaxnaşma salmaq idi. Kazarma, yəni əskərlərin yığışdığı yer səngərdə. Oraya tərəf irəlilədi. Birdən ona elə gəldi ki, 20 min şəhid onun ardınca gedir. Qanlı köynəklərini bayraq kimi başlarının üzərində yelləyirlər. Bir əli ilə ağır pulemyotu qaldırıb düşmən üstünə güllə yağdırdı. Düşmən gecənin bir aləmində bu bəlanın hardan gəldiyini hələ də kəstirə bilmirdi. Yəni, başa düşə bilmirdi. Kəstirə bilmək, başa düşə bilmək deməkdir. Qəfil hücum onu karıxdırmışdı. Elə bil ki, üstünə böyük bir dəstə gəlib, erməni əskərlər təntiyib bir-biri ilə atışırdılar. Sonra özlərini ələ aldılar. Bərabər olmayan qüvvələr arasında döyüş bir neçə saat çəkdi. Qan tər içində dayanmadan atəş açırdı. Yerini tez-tez dəyişirdi. Güllə atmaqdan biləyi ağrıyırdı. Ovucunun içi də bərk göynüyürdü. Amma indi yalnız döyüşmək, intiqam almaq vaxtı
almaq haqqında düşünürdü. Saat 5-də mübariz geri çəkildi. Düşmən onu tələyə salmaq istəyirdi. O isə Allahdan çox yox, 1-2 dəqiqədə möhlət istəyirdi. İstəyirdi ki, xalqına düşmən kəsilmiş bu mənfurlardan bir neçəsini də o dünyaya göndərsin. Düşmən əsgərlərinin ayaq səsləri aydınca eşidirdi. Düşmən əsgərlərinin ayaq səslərini aydınca eşidirdi. Yoldan çıxıb yerə yıxılmış tənək dirəyinin yanında ayaq saxladı. Əllərini Allahın dərgahına açdı. Bismillahirrahmanirrahim. Ey böyük Allah, bu günə şükür. Arzumu ürəyimdə qoymadın. Günahım varsa bağışla Tanrım. Allahım, şəhidliyimi qəbul edib, vətən sağ olsun. Ayaq səsləri yaxınlaşırdı. O, diri tutulmağa imkan verə bilməzdi. Mübariz avtomatı bərk-bərk sinəsinə sıxdı. Hələ 1-2 gülləsi vardı. Amma bu an qəfildən atəş açıldı. Düşmən gülləsi onun sol böyründən və başından dəydi. Arxası üstə çevrildi. Güclə vətən sağ olsun deyə bildi. Dağlar əks-səda verdi. Vətən sağ olsun. 20 min şəhid mübarizin bədənini tərk eləyən qəhrəman ruhunu götürüb göylərə çəkildi. Bəli. Mustafa Çəmənlinin mətnidir. Gəlin baxaq, xaniman illa sinmək, yəni deyir, ürəyinə sinmək, ürəyinə yatmaq mənasındadır. Kəstirə bilmək, dərgah. Dərgah, yəni, necə başa salım sizi? Deyək ki, bu sözü ifadələrin mənasını kontekstə görə izah etməyə çalışım. Biraz əvvəlki sözləri izah etmişəm. Bir dənə dərgah sözünü izah edəcəm. Dərgah, uşaqlar, bu sözdə fars dilindən dilimizə keçmiş sözdür ki, yəni, bu sözün mənası başqadır. Astana, kandar, qapı önü və s. deməkdir. Amma bu cür mətnlərdə isə o deməkdir ki, Allahın qapısı, Allahın mərhəməti, Allahın yanına, yəni Allahın sığınacağına mənasıdır. Yanına deməyim, yəni, ona görə də ki, məni burada hansı dərgah sözü görüm, hansı hissədə idi? Allahın dərgahına açdı. Əllərinə, yəni Allahın qapısına, Allahın mərhəmətinə açdı. Baxaq növbəti suala. Tarixi fakta və mətndəki məlumatlara əsasən cavab verin. Xocalı faciəsi baş verəndə mübarizin neçə yaşı var idi? Deməli, uşaqlar, belə ki, mətndə hadisənin 2010-cu ildə baş verdiyi bildirilir. Mətn başlayanda elə başlayırdı. Və mətnin daxilində isə 22 ilin qəzəbi, nifrəti, qollarına toplaşmışdı cümləsi işlədilib. Deməli, biz buradan müəyyən etməyə çalışmalıyıq ki, Xocalı faciəsi baş verəndə mübarizin neçə yaşı var idi? Bunu bu şəkildə silioqizm formasında da deyə bilərik. Birinci mühakimə hazır 2010-cu ildə baş verib. İkinci müharibə mübarizin 22 yaşı var idi. Nəticə, mübarizə 1988-ci ildə anadan olub. İkinci silioqizmdə birinci mühakimə. Xocalı hadisəsi 1992-ci ildə baş verib. İkinci mühakimə mübariz 1988-ci ildə anadan olub. Nəticə, Xocalı hadisəsi baş verəndə mübarizin 4 yaşı var idi. Yəni, demək olar ki, Xocalı hadisəsi baş verəndə mübariz körpə idi, uşaq idi. Və o böyüdükcə Xocalı faciəsi haqqında eşidir və düşmənə içindəki qəzəb, nifrət hissi heç zaman sönməyib. 20 min şəhid dedikdə müəllif kimləri nəzərdə tuturdu? Deməli, uşaqlar, rəsmi məlumatlara əsasən Qarabağ müharibəsində 20 mindən çox insan qətlə yetirilib. 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. 1 milyondan artıq insan məcburi köçkün şəraitində yaşayır. Bu tapşırıq, yəni sizin Xocalı faciəsi haqqında araşdırma etməyinizi tələb edir. Ki, yəni özünüz də açıb maraqlanasınız ki, Qarabağ müharibəsi, birinci Qarabağ müharibəsi nə zaman baş verilib, nə qədər insan düşmən tərəfindən qətlə yetirilib. Yəni, bu 20 min şəhid dedikdə, birinci Qarabağ müharibəsi dövründə
deməli dünyasını dəyişmiş insanlar. Həmçinin sadəcə əlbəttə ki, orada şəhid olanlar yox idi. Həmçinin düşmənə əsir düşənlər də var idi. Yəni bunları da nəzərə alsaq, indi görün düşmən nə qədər bizə qarşı amansız olub. Burada bir yazı verilib. Qarabağ müharibəsi ilə bağlı araşdırma aparın. Mətndən və aşağıdakı məlumatlardan istifadə etməklə verilmiş plan üzrə informativ mətn yazın. Deməli, gəlin görə bizə verilən mətn nədir? Müdafiə Nazirliyinin oktyabrın 4-də yaydığı məlumata görə Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimovun tək başına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancılıb. Deməli, burada bizə plan verilib. 1-ci Qarabağ müharibəsi Xocalı faciəsi, işğalla barışmayan Azərbaycan ordusu mübarizin qısası, 44 günlük müharibə, Azərbaycan bayrağı mübariz postunda. Deməli, uşaqlar, Xocalı faciəsi baş verəndən sonra Çingiz Mustafayevin hazırladığı lent yazısına baxmaqla siz məlumatlarınızı genişləndirə bilərsiniz. Mətnin ikinci abzası, deməli, mətnin ikinci abzası, bir dəqiqə uşaqlar, yəni ümumiyyətlə uşaqlar, siz 1-ci Qarabağ müharibəsi haqqında Çingiz Mustafayevin də yer aldığı sənədli filmə baxa bilərsiniz. Xocalı faciəsi haqqında müxtəlif materiallara baxa bilərsiniz. Təxminən necə ola bilər mətn, onu sizə izah edəcəm. Deməli, uşaqlar, o gündüzlər... Uşaq, gəlin mən qısaca mətnin necə olacağını deyim. Təxminən belə bir mətn, baxın, bu hissəni yazdıqdan sonra, burada verilən kiçik bir mətni yazdıqdan sonra, uşaqlar, o gündüzlər bu hala bir təhər dözürdü. Dostları ilə, əskərləri ilə başı qarışırdı. Amma gecə düşəndə, illah da səngərdə olanda dünya başına fırlanırdı. Ona elə gəlirdi ki, Xocalı hadisəsi elə incə baş verir. Qulağına vahşivən səsləri gəlirdi. Telejurnalist Çingiz Mustafayevin Xocalı faciəsindən çəkdiyi görüntülər gözləri önündən getmirdi. Qəhrəman jurnalistin hönkürtüsü, çək deyən ağlar səsi qulaqlarında cingildəyirdi. İndi siz uşaqlar abzasdan yazacaqsınız. Hər dəfə bu kadrları görəndə ürəyi qəzəb, kin və nifrətlə dolurdu. Heç kəsə deməsə də özünə söz vermişdi ki, Xocalıda axıdılan qanı yerdə qoymayacaq. Bacardığı qədər ermənilərdən Xocalının, Qarabağın, bütün Azərbaycanın qisasını alacaq. Mübarizə, yenə indi abzasdan yazırsınız uşaqlar. Mübarizə anlamaq üçün sadəcə Azərbaycanlı olmaq lazımdır. Heç bir Azərbaycanlı bu kadrları görüb tükürpədici harayı, ağlaşma səsini eşidib laqeyd qala bilməz. Mübariz də həmçinin söz verdi və elədi. Ürəyində tutduğu kimi ermənilərdən gücü çatan qədər acıq çıxdı. Ermənilərlə təkbətək apardığı 5 saatlıq mübarizədən sonra döyüş meydanında şəhid oldu. Abzasdan yazırsınız, valideynləri ona ad qoyanda sanki əqidəsini də müəyyənləşdirmişdilər. Adı da mübariz idi, ruhu da. Mübariz yəni döyüşkən, mübarizə aparmağı sevən. Yenə abzasdan yazırsınız ki, xalqımız mübarizi heç vaxt unutmayacaq. Mübarizlər olduqca şəhidlərin qanı yerdə qalmayacaq. İtirilmiş torpaqlarımız geri qaytarılacaqdır ki, bunu da 44 günlük müharibədə əskərlərimiz canlarından keçərək geri qaytardılar. Allah şəhidlərimizə rəhmət eləsin.